Sən də istəyirsən? De. Yox, yayda baxacağam. Ağzından nəfəs al. Əhməd öskürək şikayəti ilə müraciət edib. Daha çox gecələr və səhərə yaxın öskürür. Bizdən öncə müalicə alıb antibiotik falan qəbul edib, amma qısa bir müddət öskürəyi kəsib yenə davam edir. Müayinə nəticəsində belə məlum oldu ki, Əhmədin öskürəyi allergik öskürəkdir. Diqqətinizə çatdırım ki, gecə və səhərə yaxın öskürəklər adətən allergik öskürəklər olur və bir də Əhmədin aşırı dəri quruluğu var. Bu da onun yenə allergiyasının, atopik dermatitinin olduğunu göstərir. İndi ona bir nəmləndirici təyin edəcəyik və öskürəyinə görə müalicə yazacağıq və allergen faktorlarından uzaq duracaq, öskürəyi keçəcək inşallah. 124 boyumuz, boy çəkimiz maşallah yaxşıdır. Səhərlər çoxlu asqırır. Göz altlarına da diqqət eləsəniz kölgəlidir. Əhmədin allergik riniti var. Ona müalicə yazacağıq, inşallah ki keçəcək. Mədinə qısqanır ki, qardaşımı müayinə elədim, mən eləmədim. Ailə? Neçə yaşın var Mədinə? Uşaqların ikisinin də boyu yaxşıdır. 97 də boyudur. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.